hamısı da bir-birini tamamlayır. Və hal-hazırda Alfiyə xanımı görürük biz, Qratsia Sport Klubu. Öncədən qeyd etdiyim kimi Alfiyə xanım 8 komandası çıxış edir bu tədbirdə. Və Alfiyə xanımı biz günəş obrazında görürük. Qızıl rəngli geyimdə. Bəli. Gimnastika topları ilə hərəkətlər Bədii gimnastika. rəqs kompozisiyasına daxil edilir. Bu da bədii gimnastika. Bəli, Halqa görürük biz. adətən gimnastika kostyumlar. yarışlarında, qrup hərəkətlərində belə bir elementləri biz görürük. Amma orada 5 gimnast çıxış edir. Bəli. Burada isə 20-yə yaxın gimnast kompozisiyanı nümayiş etdirir və görün nə qədər mürəkkəb bir kompozisiyası. Bəli. Bu 20 gimnastın hamısının hərəkətlərini bir-birinə uyğunlaşdırmaq və onu elə eləmək lazımdır ki, biri digərinə mane olmasın. Düzdür və məncə əsas odur ki, musiqi seçimindən çox bir şey asılıdır. Həqiqətən burada belə hal-hazırda lirik, klassik musiqi çox bəyəndim bu çıxışı. Qratsia Sport Klubu. Elə adından da göründüyü kimi əsl qratsioz bir tamaşa nümayiş etdirdilər. Düzdür. Monqolistan gimnastları səhnəyə